Hər kəsin danışmağa dəyər bir hekayəsi var. Güclü və ilham verici həyat hekayələri. Əlilliyi olan şəxslərin uğur və motivasiya dolu hekayələri. Mənim hekayəm. ARB və Dost TV-də. Xoş gördük, əziz mənim hekayəm izləyicilərimiz. Bugün həm Dost TV, həm ARB TV-nin efirində sizləri salamlayırıq və Aytaç xanım həmkarımla birlikdə bu dəfə də sizə çox maraqlı, çox istedadlı bir qonağımızı təqdim edəcəyik, elə mi Aytaç xanım? Bəli, hər vaxtınız xeyir olsun. Bəli, Amid bəy, bugün bizim çox gözəl bir xanım qonağımız var. Gözdən əlilliyi olmasına baxmayaraq, o qədər gözəl nailiyyətləri var ki, o qədər uğur hekayəsi var ki, istəyirik bugün onu dinləyək. Bəli, xoş olar dinləmək. Nazlı Əliyeva, xoş gəlmişsiniz Nazlı xanım. Mən də sizi salamlayıram, çox sağ olun. Dəvətinizə görə öncədən minnətdarlığımı bildirirəm. Biz təşəkkür edirik ki, dəvətimizi qəbul edib gəldiniz. Nazlı xanım, ümumiyyətlə biz istəyirik ki, verilişimiz vasitəsilə hər zaman cəmiyyətimizə bir mesaj ötürək, cəmiyyətimizi maarifləndirək, əlilliyi olan dostlarımızın uğurlarını təqdim eləyək. Sizdə də eyni zamanda əlillik var və görmə məhdudiyyətli bir xanımsınız. Amma buna baxmayaraq, sizin tarixçənizə baxanda istedad olsun, təhsil olsun, bütün istiqamətlərdə böyük uğurlarınız var və bu da nədən yaranır? İradə və inamla, özünə inamla. Biz ilk öncə istəyərdik ki, Nazlı xanımı tanıyaq. Nazlı Əliyeva kimdir? Əliyeva Nazlı Nərman qızı, 1978-ci ildə Ucqar Dağ rayonu olan Lirik rayonunda anadan olmuşam. Yəni, müəyyən səbəblərdən yıxılma nəticəsində gözdən əlil olmuşam. Və baxmayaraq ki, Ucqar Dağ rayonu olub, mənim valideynlərim rəhmətə gediblər, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yəni, məni fiziki məhdudiyyətli şəxs kimi evdə saxlamayıblar. Görmə məhdudiyyətli şəxslər üçün məktəbə gətiriblər Bakı şəhərinə, baxmayaraq ki, yol uzaq, vəziyyət çətin. Amma mən 11 il o məktəbdə oxumuşam və eyni zamanda məktəbdə oxumağımla paralel Orta İxtisas Musiqi Məktəbinin kamança sinifində bitirmişəm. Elə məktəbdə oxuyandan nəsə seçilirdim, fəal idim, bədii qiraətlə məşğul idim, şeir müsabiqələrində iştirak eləyirdim, eyni zamanda konsertlərdə, tədbirlərdə aparıcı kimi iştirak eləyirdim və məqsəd qoymuşdum qarşıma ki, mənim valideynlərim bu qədər əziyyət çəkiblər, məni bu qədər çətinliklə oxudurlarsa, mən bu əziyyətinin qarşılığını verməliyəm və sağlam şəxslərdən heç də geri qalmamalıyam. Məktəbi bitirəndə 1996-cı ildə Bakı Dövlət Universitetinə yüksək balla qəbul oldum. Heç bir hazırlıqsız, filansız, yəni. Və valideynlərimə yalnız tələbə biletimi alanda gedib göstərdim və onları təbrik elədim ki, bu sizin həm də uğurunuzdur. Deməli, mən Bakı Dövlət Universitetinə qəbul oldum və universitetə istəmədim ki, kimsə məni fiziki məhdudiyyətli şəxs kimi mənə güzəşt eləsin, mənə hər hansı bir qiymət yazsın filan. Çalışdım. Uğurlu nəticələrlə universiteti bitirdim, yəni fərqlənmə diplomu ilə bitirdim. Amma mən uşaqlıqdan fikirləşirdim ki, mən həkim olacam. Nəsə bu həkimlik, tibbə marağım çox böyükdür. Lakin özümü dərk eləyəndə başa düşdüm ki, mənim gözümdə məhdudiyyət var, məndən həkim olmaz. Amma bu fikir, bu mənim beynimdə həmişə qalırdı. Düzdür, sonra işə düzəldim. 2002-ci ildən bugünə qədər Respublika Gözdən Əlillər Kitabxanasında, kitabxanaçı vəzifəsində çalışıram. 2015-ci ildə Bakı Tibb Kollecinin nəzdində müalicəvi masaj fakültəsi açıldı və mən də çox sevindim və fikirləşdim ki, eybi yoxdur, tibbə olan marağımı burada dəf eləyərəm. Yenə də yüksək balla
ora qəbul oldum və 3 il həm işləyə-işləyə, həm oxudum və tibb ixtisasına da yiyələndim. Eyni zamanda ailəli idim, 2 övladım var idi. Yəni onların da tərbiyəsi ilə, təhsili ilə məşğul olurdum. Hətta mənə belə yaxşı mənada həsəd aparırdılar ki, sən necə çatdırırsan da, yəni həm oxuyursan, həm işləyirsən, həm uşaqları baxırsan. Yəni çox çətin idi. Amma mən hər şeyə baxmayaraq bunların öhdəsindən layiqincə gəlirdim. Mən kitabı sevdiyim üçün, ədəbiyyatı sevdiyim üçün elə kitabxanada fəaliyyətimi bugünə qədər davam elətdirirəm. Fiziki məhdudiyyətli şəxslərlə eyni zamanda işləyirəm, çalışıram. Mən görmə məhdudiyyəti olan bir xanımın, yəni bugün həqiqətən qazandığı uğurlara baxanda bir qəza nəticəsində, hadisə nəticəsində baş veribdi, görmə məhdudiyyəti yaranıb, amma valideynin dəstəyini vurğuladı əsas. Bəli, valideynin çox böyük dəstəyi var. Mən işlədiyim müddətdə bir çox festivallarda, müsabiqələrdə, nə bilim, konfranslarda, təlimlərdə iştirak eləmişəm. Özüm də təlimlər vermişəm bu fiziki məhdudiyyət barədə uğurlu bir xanım olaraq, yəni təlimlərdə iştirak eləmişəm, öz uğur hekayəmi danışmışam. Bəli. Və çətindir, amma bilirsiniz, fiziki məhdudiyyətli şəxsi motivasiya vermək lazımdır. Onun əlindən tutub bir balaca cığıra qoysan, o özü o cığırla irəliləyib yüksək bir zirvələrə qatılacaq. Deməli, 2014-2019-cu illərdə bizim Mədəniyyət Nazirliyinin dövlət proqramı var idi. Rayonlara biz ezam olunurduq və mən getdiyim bütün rayonlarda fiziki məhdudiyyətli şəxslərlə görüşürdüm, onların valideynlərlə görüşürdüm. Fərqi yoxdur, bu gözdən əlil olsun, eşitmə danışma məhdudiyyətli olsun və yaxud digər məhdudiyyətli şəxslər olsun. Onların üçün dövlətimizin, sağ olsun, cənab prezidentimizin yaratdığı şəraitdən danışırdım və Bakı şəhərində müəyyən qədər məktəblər var, Dost İnklüziv mərkəzi var, sosial reabilitasiya mərkəzləri var və digər mərkəzlər var. Yaşından asılı olmayaraq bütün fiziki məhdudiyyətli şəxslər gəlib orada öz bilik və bacarıqlarını artıra bilərlər, əl işi müəyyən sənətlərə yiyələnə bilərlər, musiqi təhsili ala bilərlər və s. Belə biz bir xeyli fiziki məhdudiyyətli şəxsin gəlib Bakı şəhərində bu sadaladığım imkanlardan yararlanmağına vəsilə olduq. Mən buna görə də özümü xoşbəxt sayıram ki, ən azından kimlərisə motivasiya verə bildim, kimlərin isə sosiallaşmasına köməklik eləyə bildim və valideynlər bu barədə, yəni fiziki məhdudiyyətli övladı böyütmək digərlərinə nisbətən çətindir sağlam övladlara nisbətən. Amma Allahın bir imtahanıdır. Yəni bu imtahandan hər bir valideyn üzü ağ çıxmalıdır. Siz dediniz ki, Bakı Dövlət Universitetini bitirmişsiniz. Hansı fakültədə təhsil almışsınız? Kitabxanaçılıq və informasiya fakültəsini bitirmişəm. Yəni hal-hazırdakı işinizə uyğun peşəyə yiyələnmisiniz, amma eyni zamanda musiqi fəaliyyətiniz də olub, kamança ilə maraqlanmışsınız və bunu sadəcə hobi kimi deyil, məktəbinə getmisiniz, təhsilini almışsınız, səhv etmirəmsə, düzdür? Bəli, 5 illik orta ixtisas kamança sinifini bitirmişəm musiqi məktəbində. Bəli, çox gözəl, həqiqətən. Yəni demək olar ki, bir çox istiqamətdə Nazlı xanım özünü sınayıb. Həm kitab sahəsində, həm musiqi sahəsində, həm tibb sahəsində. həm tibb sahəsində, stolüstü oyunlar. Stolüstü oyunlar üzrə bir neçə dəfə mən Respublika çempionu olmuşam xanımlar arasında. Yəni çox şahilədir sizin ümumiyyətlə fəaliyyətiniz. Həqiqətən də çox maraqlıdır. Siz artıq anlayanda ki, yəni bu məhdudiyyət var da sizdə. Təbii ki, hər bir insanın həyatında bu dönüş nöqtəsi deyilən bir məqam ola bilər də. Yəni sonradan qazanılan əlillik var və anadan gəlmə əlilliyi olan dostlarımız var. Nazlı xanım necə çıxdı bu, belə deyək də, bax bu öz qarşısına çıxan bu maneələr oldu həyatınızda hər halda ki, mən bacarmaram, edə bilmərəm, bəlkə də motivasiyadan düşdüyünüz anlar olubdu. Bax, necə toparlandınız, özünüzdə bu gücü necə hiss etdiniz ki, mən bu arzularımın ardınca gedəcəm? Deməli, məndən böyük bacı və qardaşlarım var. Onlar dərsə gedəndə mən həmişə kitabla, dəftərlə maraqlanırdım və düşünürdüm ki, mən qarşıma məqsəd qoymuşdum. Bir növ o sözün yaxşı mənasında bir egoydu ki, mən bunlardan yaxşı olmalıyam, bunlardan öndə olmalıyam. Və bizim təhsil aldığımız illər, 90-cı illər çox çətin bir vaxtlar idi. Yəni, Respublikamızda olan vəziyyətlə əlaqədar. Amma mən heç nəyə baxmayaraq fikirləşdim ki, yox, mən bu qədər mənim üçün zəhmət çəkilirsə, mən bu utanırdım valideynlərimin qarşısında ki, mən ali təhsil almadan mümkün deyil. Orta məktəbdə oxuyandan elə mən hardasa bir ara hesabladım, 2000-ə yaxın mən
kitab oxumuşam. Bu fərqi yoxdur. Bədii kitab olub, elmi kitab olub, dərslik olub və s. və ilaxır. Və bu oxuduğum kitablar məni bir növ ruhlandırıb. Hər kitabda bir qəhrəman, hər kitabda bir hekayə, hər kitabda bir elm, tarix, ədəbiyyat, incəsənət, yəni ruhlanmışam və istəmişəm ki, həmişə irəli gedim və hamıya da bunu arzulayıram ki, yerində oturmaqla insan fərqi yoxdur. Bu sağlam insandır, məhdudiyyətli insandır. İndi mən gənclərə baxıram, yəni bizim gənclik dövrümüzdə bu qədər də imkanlar yox idi. İndi şükür Allaha o qədər geniş imkanlar var, o qədər geniş şərait var. Bəli. Mən deyirəm ki, bu gənclərin indiki vəziyyətdə mən olsaydım, bəlkə daha çox uğurlarım olardı, daha çox nailiyyətlərim olardı. İstəyərdim bax bu istiqamətə də toxunaq. Görmə məhdudiyyəti olan dostlarımız üçün hansı kitablar, səsli kitablar, Braille əlifbası, yəni nələr mövcuddur ki, o şəxslər rahat şəkildə həmin bu dediyiniz məlumatları ala bilsin bugün? Çox gözəl vurğuladınız. Mən biraz da özümdən çox danışdım, biraz da işimdən danışım. Deməli, mən adını da qeyd elədim. Respublika Gözdən Əlillər Kitabxanası Respublikada analıq olmayan tək yeganə kitabxanadır ki, görmə məhdudiyyətli şəxslər üçün fəaliyyət göstərir və bizim kitabxanada görmə məhdudiyyətli şəxslər üçün bütün şərait yaradılıb və bu... O kitabxana üzr istəyirəm Nazlı xanım, tək yeganə kitabxanadır da Bəli, ölkədə. Respublikada analıq olmayan tək yeganə kitabxanadır. Nə maraqlıdır. Bəli. Və biz bu kitablardan rayonlara, bölgələrə də ya poçt vasitəsilə, ya ezam olunduğumuz vaxtlar göndəririk ki, orada olan gözdən əlillər də bu kitablardan yararlansın. Burada bizim kitabxananın oxucuları 7-dən 70-ə hər yaş qrupunda bizim deməli oxucularımız var. Baxın, belə bir disklər, audiovizual materiallardır və bu kitablar, belə deyək, aparıcılar, diktorlar bu kitabları səsləndirirlər. Azərbaycan dilindədir də bunlar hamısı, yoxsa? Azərbaycan dilində də, rus dilində də, türk dilində də, ingilis dilində də hətta kitablarımız var ki, hansı ki bu kitabları bizim indi həvəskar insanlar da gəlib səsləndirirlər və bu kitablar bizim kitabxananın səs yazma studiyasında lentə alınır, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə və kitablar səsləndirilir. Mən hətta bir haşiyə çıxım, mən getdiyim tədbirlərdə, təlimlərdə də deyirəm ki, bu gənclər də istənilən şəxs, yəni gözdən əlil olmayan şəxs də bu kitabları rahat şəkildə dinləyib başqa iş görə. Məsələn, avtomobildə musiqiyə qulaq asırlar və yaxud qulaqçıqlarda bu dəqiqə musiqiyə qulaq asırlar. Xanımlar mətbəxdə iş görə, yəni bu kitabları səsli formada dinləyə-dinləyə başqa işlər də görmək olar. Bəli. Yəni hər tərəfli maarifləndirmək üçün. Bir də bizdə deməli gözdən əlillər üçün Braille əlifbasında olan qabarıq əlifbadır. Bu nöqtələrlə kitablar çap olunur ki, hansı ki heç görməsi olmayan şəxslər bu 6 nöqtə üzərində bu hərflər Louis Braille tərəfindən yaradılıb və bu kitablar da bizdə var fondumuzda. Hətta bizim fondumuzda bu Ramazan ayıdır yer gəlmişkən Allah hamının tutduğu orucları qəbul eləsin və Qurani Kərimin Braille əlifbası ilə olan versiyası da var, Qurani Kərimin səsli olan versiyası da var, Azərbaycan dilində, Özbək dilində olan versiyası var, Özbək türkcəsində, yəni dini ədəbiyyat da var. Kitabxanamızda həm tarixi, həm ədəbi, həm bədii, həm uşaq ədəbiyyatı, elmi ədəbiyyat, dini ədəbiyyat və bütün çalışırıq ki, bütün oxucularımızı yəni yararlansın bizim kitabxanadan. Onlar heç vaxt gəlib əliboş qayıtmasınlar. Elə kitablardan danışmışkən Nazlı xanım, istəyirəm soruşum. Məsələn, gənclərimiz var, uşaqlar var və yaxud hətta böyük yaşlı insanlar var, hansılar ki, görmə məhdudiyyətlidir. Onlar necə yararlana bilərlər bu kitablardan? Harda tanış ola bilərlər? Harda oxuya bilərlər? Bəli, maraqlıdır. Yəni. Deməli, bizim kitabxana metronun Gənclik stansiyası ərazisində yerləşir. Yerləşmə yeri metroya yaxındır. Bu da əlillərin rahat gedib gəlişi üçün əlverişli şəraitdir. Fərqi yoxdur. İstənilən bağça yaş qrupundan ta ahıl yaş qrupuna qədər tək şəxsiyyət vəsiqəsi ilə kitabxanamıza müraciət edib, kitabxanamıza abunə olurlar və biz onlar üçün oxucu kartaları açırıq və onlar götürüb bu kitablardan istəsələr kitabxanada oxuyurlar, dinləyirlər, istəsələr evə aparıb orada evdə oxuyub və dinləyirlər. Hətta qabarıq
əlifbada bizim kitablarımız var ki, gözdən əllər ona toxunur, uşaqlar məsələn ulduz hansı formadadır onu bilir, tutaq ki, maşın hansı formadadır onu bilir və kitabxanamızın oxucu kütləsi də böyükdür. 2500-dən artıq oxucumuz var, Maşallah. 10.000-dən artıq kitab fondumuz var və bu kitab fondundan gəlib yararlana bilərlər. Göstərdiyiniz bu kitablar, audiovizual materiallar çox maraqlıdır həqiqətən və dediniz ki, kitabxana Bakıda yerləşir. Bəs regionlarda olan şəxslər necə yararlana bilirlər? Maraqlı belə bir sualdır. xidmətiniz var? Əslində çox maraqlı sualdır. Bizim Respublika Gözdən Əllər Kitabxanasının YouTube kanalı var və bu kitabların böyük əksəriyyətinin səsli versiyası həm də YouTube kanalında var. Oradan da götürüb dinləyə bilirlər. Kitabxanamızın Facebook səhifəsindən də girib məlumat ala bilirlər və eyni zamanda indi müasir texnika inkişaf eləyib. Yəni biz CD kartlara, flash kartlara 10-15 kitabı birdən məsələn üçün köçürüb onlara göndərə də bilirik. Onlar ondan istifadə edirlər. Oxucu kontingentimiz də bayaq dedim 7-dən 77-yə istənilən yaş qrupunda oxucularımız var. Bəs Nazlı xanım, çox maraqlıdır mənə ki, bax necə axtarış versinlər dostlarımız sosial şəbəkələr üzərində. Məsələn, regionda yaşayan, hansısa bir ucqar kənddə yaşayan, görmə məhdudiyyəti olan bir dostumuz müraciət etmək istəyir, məsəl üçün. Necə axtarışa versin və necə əldə edə bilər? Böyük hərflərlə GERK.az kanalına müraciət eləyə bilərlər. Gözüm ol kanalı var, ora müraciət eləyə bilərlər və oradan əldə eləyə bilərlər bu kitabları. Yəni abunə olurlar və təmənnasız şəkildə. Bəli, heç bir təmənnasız şəkildə YouTube kanalımızda bu kitabların bizim televiziyanın məşhur diktorları Eldos Bayram, Zərifə Ağahüseyn qızı, Həqiqət Rzayeva və sair bizim diktorlarımızın ifasında bu kitabları dinləyə bilərlər. Çox maraqlıdır. Həqiqətən bu böyük informasiyadır, böyük məlumatdır. Düşünürəm ki, məlumatları aldıqdan sonra artıq Nazlı xanımın dediyi kimi o insanlarda həm təhsil, həm elm, həm dünya görüşü belə deyək də qəlb gözü ilə onlar fərqli görəcəklər. Eləmi Nazlı xanım? Necə düşünürsünüz? Mən sizə deyim ki, bizim direktorumuz başda olmaqla çox gözəl kollektivimiz var və biz yaxın yaşayan ərazilərdə, hətta gözdən əlillər bizə, mənzillərimizə yaxın yaşayan gözdən əlillərə biz özümüz kitabları aparıb heç bir təmənnasız çatdırırıq ki, onlar əziyyət çəkməsinlər, gəlməsinlər, yəni artıq nəqliyyata məsrəf eləməsinlər və bundan başqa bizim orta məktəbdə oxuyan görmə məhdudiyyətli gənclərimiz üçün də dərsliklər var, hansı ki, Dövlət İmtahan Mərkəzinin testləri var və onlar ali təhsil müəssisələrinə hazırlaşanda, yəni rahatlıqla o kitabları səsli, yəni bir var kiməsə desin ki, mənim üçün bu kitabı oxu, bir də var özü səsli formada oturub o kitaba qulaq asıb, öz imtahan materiallarını oradan götürüb hazırlaşır və təhsilini davam elətdirir. Bəli. Nə gözəl ki, hər detal düşünülüb və hər şərait yaradılıb. Ona görə də dostlarımız nə edə bilər? Ancaq və ancaq hərəkət etmək lazımdır, müraciət etmək lazımdır və bundan faydalanmalıdırlar. Çox gözəl. Nazlı xanım, çox böyük informasiya, böyük məlumatdır. Mən biraz da istəyərdim, sizin həyatınıza qayıdaq ki, Nazlı xanım, olub bu Nazlı xanımda ruhdan düşdüyü hansısa bir anlar ki, artıq yetər. Əslində belə şeylər hamıda olur. Tək məhdud olan şəxslərə aid deyil. İnsan birdən görürsünüz ki, bir bitkinlik, yorğunluq halı gəlir. Amma mən sizə deyim ki, mən özümü həmişə motivasiya eləyirəm. Hətta belə bir növ ətrafımda olanlar üçün psixoloq rolunda oynayıram. Motivasiyası bitən şəxslər mənə müraciət eləyirlər. Onlara da özüm hansı durumda olmağımdan asılı olmayaraq onlara da motivasiya verirəm ki, həyat davam eləyir. Yəni hər şey irəlidədir. Yaxşı deyək ki, yaxşı olsun. Bir qapını bir dəfə döysən açılmaz, amma 2 dəfə, 3 dəfə döyüləndən sonra artıq o qapı açılar. Yəni insan istəsə bu həyatda mən bilmirəm, mən bacarmıram deyə bir şey həqiqətən yoxdur. İnanın ki, yəni elə şeyləri insan bacarır ki, bəlkə də ona nağıl gəlir ki, bu mənim ağlıma gəlməzdi. Məsələn, doğrudan motivasiya çox şeydir. Bir də məqsəd. Mən öz qarşıma məqsəd qoymuşam və o məqsədim uğrunda həmişə irəliləmişəm və öz məqsədlərimə çatmışam. İstəmişəm övladlarım da ali təhsil alsın. Şükür Allaha, ikisi də ali təhsillidir. Yəni ən azından vətənimiz üçün, xalqımız üçün normal vətəndaş yetişdirmişəm. Normal vətəndaş yetişdirməyə çalışmışam. Yəni övladlarımı da heç bir şeydən kənar qoymamışam. Onların nə günahı var ki, onlar valideynləri fiziki məhdudiyyətlidir. Əksinə, mən
digər şəxslərdən həmişə üstün, həmişə yaxşı seçki istəməmişəm ki, onlar seçilsin və burdan valideynlərə səslənirəm. Çox xahiş eləyirəm. Yəni bizi bu veriliş izlənilən, baxılan verilişdir. Mən özüm sizin verilişin hər bölümünə izləyirəm və mən Təşəkkür inanıram ki, edirəm. bölgələrdən, rayonlardan da izləyənlər var. Çox xahiş eləyirəm. Kimin evində, yaxınında, ailəsində, dostunda fiziki məhdudiyyətli övladlar, uşaqlar varsa, onları vaxtında cəmiyyətə, yəni bundan çəkinməsinlər, bundan utanmasınlar. Sizin o evdə bir küncdə saxladığınız, ona diqqət qayğı görmədiyiniz övladınız, fiziki məhdudiyyətli övladınız sabahki günü elə yüksək mərhələlər gəlib çatar ki, özünüz də yəni inanmazsınız ki, bu fiziki məhdudiyyətli şəxsdir. Yetər ki, siz onları vaxtında, zamanında, şükür Allaha dövlətimiz bu qədər şərait yaradılıb, bu qədər gözəl mərkəzlər var. Onları inteqrasiya eləyin, adaptasiya eləyin, gəlsinlər bu mərkəzlərdən, bu məktəblərdən yararlansınlar, faydalansınlar və özlərinin gələcəyini qursunlar. Sabah valideynlər bu dünyada olmayanda da onlar öz ayaqlarının üstündə dayana bilsinlər. Bir də bugünkü gündə artıq çox populyarlaşan və həyatımızın hər bir sahəsində artıq inteqrasiya olunmuş bir süni intellekt anlayışı var. Nə düşünürsünüz? Necə düşünürsünüz? Gözdən əlillər üçün və yaxud ümumiyyətlə digər fiziki, hər hansı bir fiziki məhdudiyyətli şəxslər üçün süni intellektin nə kimi rolu ola bilər həyatlarında? Bəli. Çox Maraqlı. gözəl sualdır. Günün tələbinə uyğun olan sualdır. Təşəkkür edirəm bu suala görə sizə. Süni intellekt bütün sahələrdə olduğu kimi görmə məhdudiyyətli şəxslərin də həyat və fəaliyyətinə öz müsbət izini qoyur və qoymaqdadır. Mən sizə bəzi misallar deyim. Məsələn üçün gözdən əlil şəxslər mobil telefonları xüsusi yazılmış səsli proqramlarla idarə eləyirlər və bu proqramlardan da məsələn süni intellekt əlavə olunanda süni intellekt səsli formada geyimlərin rəngini, geyimlərin formasını, əşyaların yerini, hətta navigator rolunda getdiyi yeri görmə məhdudiyyətli şəxslərə çox geniş, detallı, ətraflı izah edir ki, qarşında maneə var, hasar var, maşın var və s. və ilaxır. Hətta süni intellektin belə bir təzə versiyası var. Telefonun proqramını hər hansı bir yazının, sənədin, pulun üzərinə qoyanda süni intellekt onun orada nə yazıldığını, nədən bəhs elədiyini, puldursa əskinas neçə manatdır və s. bunları hamısını izah eləyir. Görmə engellilərin işini çox asanlaşdırır. Yəni çox böyük faydası var Çox düşünürəm faydası bu var. gün və çox böyük də bu faydadan yararlana bilər əlilliyi olan o dostlarımız. Çox sağ olun, sağ olun. minnətdarıq sizə. Çox faydalı oldu. Beləcə əziz izləyicilərimiz, sizlərlə sağollaşırıq. Növbəti verilişimizdə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Sağ olun.